Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə müasir incəsənət məkanında süni intellekt problemlər və perspektivlər mövzusunda beynəlxalq elmi konferans keçirilib. Konferansda süni intellektin insan həyatına təsiri, texnologiyanın iqtisadi, siyasi və mədəni sahələrə inteqrasiyası məsələləri müzakirə olunub. 21-ci əsrdə süni intellektin insan həyatına təsiri günümüzün aktual mövzusudur. Bu mənada onun əhatə dairəsi, gələcəkdəki tətbiq sahələrinin araşdırılması prioritet hesab edilir. Azərbaycan Milli Elmlər Akademiyasında təşkil olunan müasir incəsənət məkanında süni intellekt, problemlər və perspektivlər adlı konferansın məqsədi də bu texnologiyanın iqtisadi, siyasi, texnoloji və mədəni sahələrə inteqrasiya məsələlərini araşdırmaq idi. Texnologiyaları meydana çıxmaqla əmək bazarının özü də müasir texnologiyaların tələblərinə uyğun olaraq transformasiya olunur, yenilənir və bu kontekstdə də yeni iş yerləri açılır. Yəni burada qorxmaq lazım deyil ki, elə əmək bazarı boş qalacaq, yox. Yəni əmək bazarının özündə elə bir ki, yenilənmə prosesi gedir. Müəyyən peşələr var ki, artıq ona ehtiyac qalmır. O insanlar əlbəttə ki, demək, işsiz deməzdim mən. Yəni ki, onlar o işi yerinə yetirən deyirlər, amma onun alternatifi olaraq əmək bazarında çoxlu sayda, küllü miqdarda, mən sonunu da görmürəm mən, yeni ixtisaslar, yeni peşələr ortaya çıxacaqdır. Ona görə də həmin o qorxu bütün bəşəriyyətin qarşısında olan risklərdir, amma bundan qorxmaq lazım deyil. Süni intellektin əmək bazarında tətbiqi ictimai və iqtisadi baxımdan əlverişli görünür. Bəs hazırda bu texnologiyanın hansı sferalarda tətbiqi daha realdır? Biz bunun bir istiqamətini süni intellektin biyotipi texnologiyaların tətbiqində görürük. İkinci bir sahə bizim tətbiq edəcəyimiz istiqamət müdafiə sənayesi istiqamətidir. Müdafiə sənayesi üçün geniş süni intellektləri var və bunlar tətbiq olunur. O cümlədən də Azərbaycan sənayesində, Azərbaycan müdafiə sənayesi inkişafında süni intellektin çox ciddi tətbiqləri var. Burada istər silahların, istər dronların, nəqliyyat vasitələrinin, bütün istiqamətlərdə müdafiə sahəsinin. Bir mühüm sahə nəqliyyat və logistika sektorudur, sahəsidir. Süni intellekt artıq incəsənətin də ayrılmaz hissəsinə çevrilib. Bu rəsmlərin, bəstələnən musiqilərin, yazılan mətnlərin insan yaradıcılığını layiqincə əvəz edib etməməsi isə böyük sual yaradır. Artıq 2 ilə yaxındır ki, bizim universitet bu problemlə yaxından məşğul olur. Bizim universitetdə dərs deyən mədəniyyət və incəsənət xadimləri söyləyir ki, süni intellekt yaradıcı insanı əvəz eləyə bilməz. Çünki yaradıcı insanın düşünən beynindən əlavə emosiyaları var, qan yaddaşı var və s. var ki, bu süni intellekt hələ də bu səviyyə qədər inkişaf eləməyib. Süni intellekt ağlaya bilmir, duyğulana bilmir, o sevə bilmir, bu hissləri tərənnüm edə bilmir. İnsanlar süni intellektə bir qədər skeptik yanaşsalar da, 4-cü sənaye inqilabının mərkəzində dayanan beyin inkişafdadır və gələcəkdə bu texnologiyanın nələrə qadir olacağını proqnozlaşdırmaq hələ çox tezdir. Məmməd Məmmədli, Fariz Şıxəlizadə, Ayşəm Razi, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.